Kişi qadına yaxınlaşıb deyir, siz çox gözəlsiniz, sizə yaxınlaşmamaq əlimdə deyildi. Qadın aqressiv tərzdə cavab verir, sizin zəif iradəniz mənim problemim deyil. Bu rasional müdafiə mexanizmidir. Qadın kişinin davranışlarını bloklamaq üçün belə reaksiya verir. Müdafiə mexanizmləri zehnin sərhədçiləridir. Əgər onlara birbaşa təzyiq etsən, daha da güclənirlər. Onları yumşaq şəkildə təsdiqləyib yeni məna əlavə etdikdə isə onlar öz səhvliyini itirirlər. İndi görək bu vəziyyətdə kişi hansı strategiyanı tətbiq edəcək. O müqaviməti yumşaltmaq üçün deyir, haqlısınız, amma insan bəzən iradəsinə yox, ürəyinə qulaq asmalıdır. Amma qadın soyuqqanlılığını qoruyur, siz o ürəyə çox tez qulaq asmısınız deyəsən. Kişi əvvəlcə qadının sözünü haqlısınız deyərək təsdiqləyir və onun aqressiyası azalır. Qadın hələ də müqavimət göstərir, amma davam etmək üçün topu kişiyə atır. İradə rasionallığı, ürək isə emosionallığı simvolizə edir. İradə anlayışından ürəyə keçid edilməsi isə qadının düşüncə axışını məntiqdən duyğulara yönəldir. Qadın öz mövqeyini qoruyurmuş kimi hiss edir, amma artıq kişinin yaratdığı çərçivəyə uyğun düşünür. Bu texnika seçim sahibi olduğunu hiss etdirmək prinsipi üzərində qurulub. Azadlıq heç də həmişə seçimlərin bolluğu deyil, bəzən seçimlərin necə təqdim olunmasından asılıdır. Kişi davam edir, bəzən həyatın dərin mənalarını tapmaq üçün illərlə axtarışa ehtiyac yoxdur. Bəzən insan sadəcə anı yaşamalıdır. Kişi qadının diqqətini tanışlıq mövzusundan çıxarıb daha dərin mövzunun müzakirəsinə çəkir. İnsan zehni ümumbəşəri mənaları düşündükcə müdafiə mövqeyindən çıxmağa başlayır. Davam edək. Qadın soruşur, anı yaşamaq deyəndə nəyi nəzərdə tutursunuz? Kişi cavab verir. Məsələn, gözəlliyi təkcə görmək deyil, onu qiymətləndirmək. Qadın gülümsüyür. Həqiqətən belə düşünürsünüz? Burada kişi qadının cazibəsini fiziki gözəllikdən əlavə mənəvi bir dəyər kimi təqdim edir. İnsan təqdir edildikdə beynində dopamin və serotonin ifraz olunur. Bu isə insanda xoş emosiyalar yaradır. Kişi deyir, bəli, əgər gözəllik nəzərə çarpırsa ona səssiz qalmaq günahdır. Amma təkcə gözəllik deyil, insanın aurası da önəmlidir. Qadın təbəssümlə soruşur, bəs mənim auram sizə necə təsir etdi? İnsan bəzən öz təsir gücünün fərqində olmur, amma ona bu güc xatırladıldıqda özünü dəyərli hiss edir. Kişi zehnin məhz bu prinsipindən faydalanır. İnsan özü haqqında yeni bir şey eşitdiyi zaman zehnin maraq mərkəzi aktivləşir. Qadın artıq özünü təkcə füsunkar gözəlliyə malik biri kimi yox, gözəl aurası və təsir gücü olan bir varlıq kimi də hiss etməyə başlayır. Kişi davam edir, auranız o qədər güclüdür ki, indi sizinlə bir fincan qəhvə içmək istəyirəm. Əgər mənə təsir etməsəydi, sadəcə yoluma davam edərdim. Burada kişi qadını qərar verməyə yönləndirir. Bu dialoq həm psixoloji manipulyasiya, həm də emosional təsir nümunəsidir. Ən effektiv ünsiyyət insanın düşüncəsinə yox, ruhuna toxunmaqdır. Ünsiyyətinizin keyfiyyətini artırmaq istəyirsinizsə, natdan faydalanmaq əla seçimdir. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniya start veririk. 25 martda başlayan Supernat kampaniyası və 31 martda başlayacaq Nat Koçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. Bəzən sən kimisə idarə etdiyini düşünürsən, amma əslində o səni istədiyi şəkildə yönləndirir. Fikirləriniz çox maraqlıdır.